Ölkənin müzakirəsi üçün toplaşan millət vəkillərinin diqqətindən gündəmdəki məsələlər yayınmayıb, Qaraçuxurda məscidin yandırılması xüsusi diskussiya mövzusuna çevrilib. Hətta məscidin yandırılmasında xarici kəşfiyyatın izini axtaranlar da olub. Hadisəni dini qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da şərh edib, mövzunu İlkin Kərimov davam etdirir. Bakının Suraxanı rayonunda Qaraçuxur məscidinin yandırılması və son günlər oxşar təxribat xarakterli hadisələrlə bağlı millət vəkilləri həyəcan təbili çalıblar. Məscidlərin qarşısında əhalinin sıx olduğu yerlərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi hüquq mühafizə orqanlarının ayıq-sayıqlığı artırmağı olduğu məqsədə uyğun sayılıb. Azərbaycanın ictimai sabitliyi ən böyük sərvəti kimlərəsə sərfəli deyil. Bugün beynəlxalq aləmdə mövcud olan o qarşıdurmalar hansısa bir şəkildə Cənubi Qafqaza və xüsusilə də ən böyük sabitlik adası olan Azərbaycana keçsin deyə yanaşmalar var. Ona görə əlbəttə bilirəm ki, hüquq mühafizə orqanları bu prosesi ən yüksək diqqətdə saxlayırlar. Deputat Fazil Mustafa isə söylədi ki, Azərbaycanla bağlı ciddi planlar hazırlanıb. Ölkədə indiyədək heç vaxt məscidin yandırılması kimi hallar yaşanmayıb. Bu işlər xarici kəşfiyyat orqanlarının Azərbaycanda sabitliyi pozmaq cəhdlərdir. Məsələn, məscidlərdə kamera quraşdırmaq olar, kameralar yoxdursa polis postları qurmaq olar. Yəni bu olduqca vacibdir, çünki bu kütlərinin toplaşdığı yerlərdir və burada hər hansı bir hadisə sonra qarşısı alınmaz proseslərin başlamasına gətirib çıxara bilər. Qaraçuxur məscidinin yandırılması ilə bağlı millət vəkilləri ilə eyni mövqeyi dini qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da bölüşüb. Komitə sədri aynısı açıqlamasında deyib ki, ölkədə mənfur niyyətlərini reallaşdırmaq istəyən qruplar var. Bu tipli cəhd edənlər öz istəklərinə, mənhus niyyətlərinə nail ola bilməyəcəklər. Bunlar hansısa dini məhzəblər arası qarşıdurmanın nəticəsi deyil. Burada hansısa qruplar var ki, bunun vasitəsilə öz mənhus planlarını və niyyətlərini reallaşdırmaq istəyirlər. Son bir həftə ərzində Bakıda ard-arda xüsusilə ağır cinayətlər törədilib. Sumqayıtda məscidlərdən birinin divarına burada Allah yoxdur yazılması, Qaraçuxur məscidinin Molotov kokteyli atılmaqla yandırılması, ayrı rayonlarda polis əməkdaşlarının bıçaqlanması, Qızqalasında və körpülərdən birində intihar hadisələri Avropa oyunları qabağı təxribat kimi qiymətləndirilir. Soçi Olimpiyadası öncəsi də Rusiyada bu tip provokasiyalar törədilmişdi. Azərbaycan isə sabitliyi, dinlərarası dialoq, multikulturalizm baxımından gördüyü tədbirlərlə dünyaya nümunə göstərir. Prezident İlham Əliyevin Azərbaycanda fəaliyyət göstərən dini icmalara 2,5 milyon manat ayırması da ölkədə dini maarifləndirmə və milli mənəvi dəyərlərin təbliği baxımından yüksək qiymətləndirilir.